Dekavlogun 14-cü gündən hər kəsə salamlar. Necəsiz? Xoş gəlmisiniz kanalıma. Həmişə siz gələsiniz. Başlayırıq 14-dən. Deməli 14. Açıq. Nutella kalendarı yenə bizi təəccübləndirmədi. Sadə Nutella peçenyası. Okey, görək bu peçenyalar nə vaxta kimi çıxmağa davam edəcək. Açırıq çay kalendarını. Çay kalendarını çox sevdim. Bu çay kalendarı ümumiyyətlə ürəyim getdi. Çox əla seçim idi. Deyir ki, did you know we have been certificated carbon neutral in... Deyir ki, 2019-cu ildə karbon sertifikat almışıq. Bu yəqin bunun üçündür ki, zavodlar, bilirsiniz ki, böyük zavodlar çox karbon buraxır havaya və bu zərərlidir. Onun yəqin sertifikatını alıblar ki, müəyyən limitə qədər buraxırlar, o qədər də buraxmırlar. Rubis, kakao və vanilla. Rubisi də, kakaonu da, vanillanı da ayrı-ayrı yoxlamışam, amma üçünü bir çayda yoxlamamışdım. Maraqlı olacaq. Keçirik TikTok trendlərinə və 14. Maraqlı. Elə getdikcə maraqlaşır kalendar. Nesquik mini. Mini Nesquik. Bunu bir dəfə almışdıq deyəsən. İndi bunu tərcümə edək görək nə deyir. Bir milad hekayəsi oxu və ya dinlə. Mahnı da ola bilər də, düzdür? Mahnı da buna daxildir. Bugün bir milad mahnısı oxuyarıq. Hətta oxuya bilərəm. We wish you Merry Christmas. We wish you Merry Christmas. We wish you Merry Christmas. Merry Christmas. Yox, bu qədər. Bu qədər bir daha vuram biləm. Bir də mahnısı xoşuma gəlir. Last Christmas I gave you my heart, but the very next day I gave it away. You nəsə belə bir mahnı. Baxımdan görək nə çıxacaq, makyaj və baxımdan. Bugün qara qutu mənim gözümə xoş gəlir sanki. Qara qutunu açmaq istəyirəm. Dən çıxartdım. Moroccan Oil'in mini parfümü. Maraqlı. Moroccan Oil'in şampunu, balsam və s. işlətmişəm. Yaxşıdır, amma o qiymətə layiq olduğunu düşünmürəm açığı. Amma yağı çox mükəmməldir, saç yağı. Yəni onu mütləq işlədə bilərsiniz. Bu da parfümü. Qoxlayaq görək. Mini parfüm kolleksiyama bir də daha əlavə olundu. Amma daha yığmıram mini parfüm. Nə qəşəng qoxusu var. Saç yağındakı qoxusundan da, amma daha belə spesifik və daha sərt. Çox qəşəng qoxusu var. Çox bəyəndim bunu. Advent kalendarlardan çıxanlar bugünlük bu qədər. Keçək günün qalanına. Bu dəfəki tətilimizdə Almaniyanın sonuncu gündən hər kəsə salamlar. Artıq bugün evimizə qayıdırıq. Evimiz üçün darıxmışam da oradan da. Səbinə sevinir evimizə qayıtdığımız üçün. Real da orada sevinir. Səbinə bizə çox qəşəng çörəklər alıb, Alman çörəkləri. Bunları isitdi də, həm də tvorkada. O qədər ləzzətlidir ki, doğrudan da və bunları yeyəndə çox qəribə bir şəkildə bilmirəm. Bunlara gluten olmalıdır aslında mən bunlarda, amma ödəm tutmuruq, şişmirik. Belə çox qəşəngdir yəqin hazırlama prosesindən. Orada da kofe. Yaxşı, salamlar, yaxşı. Real da bizə kofe dəmir, görək onların kofesini içməmişik. Bir də kofenin qəşəngliyinə baxın. Bu necə qatmanlardır, bu necə... Mən çəkibdir. Hazırla, bir də vanilya. Mən tək kofenin dadına baxın. Çox, bunu düşünürəm ki, olacaq. Acıdır, amma... Qaçdısan acı olmayacaq sütün qaçdısan. Qəşəngdir. Həm də bu sugar fry-dir. Qəşəng kofe, dadlıdır. İndi Səbinə advent kalendar açacaq. 5-ci və 6-cı gün. Dünəni açmayıb bir yerdə atacaq. Bu ana olmaq bax bu deməkdir. 6-cı gün xüsusi işarələnibdir. 5 açsın görək. Qeyri-adi bir şey çıxacaq içindən. 5 dənə çıxdı. Kollektor olacaq o. Yes. Gözəl. Yox idi. Altının üstündə xüsusi bir işarə var. 6-24-də. Dın. Çox yaxşı. Ətir, mini ətir. Qəşəng. Qəşəng var. Çox şirindir. Stansiyada bir mağazada həmişə bir dənə mochi gördüm. Bir ədədi 2 manat 40 qəpik idi və mənə çox maraqlı gəlirdi. Ona görə bir dənəsini götürdüm. Sonra gördüm ki, bu dondurma formasındaymış. Buzluqda saxlamalarından təxmin eləməli idim. Dedim ki, lap yaxşı bunu yeyərik və mən onu unutdum çantamda. O məndən qatar stansiyasına getdi. Ondan sonra aeroporta getdi və təəssüf ki, əridi. Düzdür, yenə də dadına baxdım, amma ərimişdi. Amma yenə dadlı idi. Budapeştdəki evimdən sizi salamlayıram. Nəhayət gəldik, evimizə çıxdıq. Evimiz üçün dəhşət çox darıxmışdım. Budapeşt üçün dəhşət çox darıxmışdım. Gəldik, veşlərimizi qoyduq. Elvin bir dənə qonaqlıq var idi, ora getməli idi. Dostunun uşağı olub. İndi oğlanlar yığışırdı onu qeyd etmək üçün. Ona görə Elvin ora getdi. Mən də düzü indi biraz marketə getmək istəyirəm. Çox böyük şeylər almayacağam. Yumurta, belə banan, biraz meyvə, belə bir şeylər almaq istəyirəm. Onu alım gəlim, sonra çimim, sonra nəsə yeyim. Sonra da təbii ki, palı, paltarı, beşi, büşü, səhət sonra ev təmizliyi bir yerdə eləyək. Marketdən gəldim qızlar. Gəlin sizə çox sürətli bir şəkildə aldıqlarımı göstərim. Təbii ki, həmişəki kimi yumurta M ölçü aldım. Bir ədəd laktoz free südümüz var. Bir ədəd də laktoz free cottage cheese'imiz var. 3 növ yoğurtunu aldım. Bunlar da laktoz freedir. Biri ballı xurmalıdır, biri gavallı və darçınlıdır. Bir də ki, armudlu və karamellidir. Belə fərqli dadlar gəldi. 2 dənə avokado səhər yemək üçün.
cherry pomidor. Belə bir şey gördüm. Granola qara rəngdə. Niyə qaradır bilmirəm. Biraz ağ şokolad var içində. Bir də premium granola olduğu üçün dedim ki, maraqlıdır görək necədir dadı. Tətildən qayıtdığımız üçün sağlam, möhtəşəm yulaf bollarımız yenidən qayıdır bizlə. Belə iki fərqli dadda tofu aldım. Biri qaram masaladır. Bu bilmirəm nə dadıdır. Amma biraz Hindistan adlarını xatırladır sanki. Bir də ki teriyaki soslu. Təbii ki bananlar. 4 ədəd protein var. Bundan yemişik kokoslu. Çox ləzzətlidir. Bu ilk dəfədir gördüm. Şokoladlı karamellidir. Burası da belə brownie xatırlatdı kimi sanki. Bunların hamısına hardasa verdim 50-60 manat arası. Evi necə yığışdıracağam? Harda, nədir, nə necədir? Heç bir fikrim yoxdur. Burada qarma-qarışıqlıq var. Bütün paltarlar təbii ki. Mən səyahətdən gələndə təmiz oldu, kirli oldu, fərqi yoxdur. Bütün paltarları atıram, yuyur. Hamısını yuymalıyam, aksesuarlara, makyaj yerinə qoymalıyam. Nəysə ki, işimiz çoxdur. Çatırsam bu gün, çatırmasam sabah eləyəcəm. Hələ ki saat 11-ə qalıb, amma mən yenə də bu gün heç nə yeməmişəm. Elə göstərdiyim səhər yediyim çörəklərin üstündəyəm. Ona görə də biraz nəsə yeyək. Bu toyuq ləvəngisidir. Getməmişdən əvvəl bişirmişdim, yadınızdadsa. Bunu buzluğa qoymuşdum. Bu da ki kotlet çizdim. Başlayıram bir-bir çantaları boşaltmağa. Nələr şkafa qoyulacaq, nələr yeni almışıq. Bütün hər şey yuyulmağa gedəcək. Çantalar daxil. Çantaları boşaldarkən alt cibə, çantanın öz altında da bir cib var. Ora ayaqqabı falan qoymaq üçün. Ora əlimi salarkən biraz utandım. Çünki keçən səyahətdən sonra çantalar gözümə təmiz gəlmişdi, yumamışdım. Amma ora əlimi salanda baxdım ki, İspaniya səyahətindən dəniz tətilinə getmişdik. Orada qumlar falan, nəsə çantaya necəsə qumlar dolub, yəqin ki paltarların içində gəlib. O vaxtdan da elə qumlu qalıb. Çox pis utandım və təcil şəkildə təbii ki, çantalar gedir yuyulmağa. Səyahətdən sonra ediləcək ən maraqlı şey nədir? Təbii ki, səyahətdən aldığınız suvenirləri, əşyaları qəşəng-qəşəng maraqlı şkafa düzməkdir. Biz getdiyimiz hər ölkədən çalışırıq oranı təmsil edən və ya bizi təmsil edən, ürəyimizə yatan yaxşı bir əşya alıb qoyaq şkafa. Belə şirin-şirin suvenirlər almışıq. Təəssüf ki, mən bu videoda onları çəkməyi unutmuşam. Amma söz verirəm, növbəti vloqlarda yəqin ki, bu evi yaxşı bir tozunu almaq lazımdır. Onda bu şkafda və içindəkiləri sizə hansını hardan aldığımızı və bu səyahətdən aldıqlarımızı da bir-bir göstərərəm. Burada hər səyahətdən də getdiyimiz ölkədən şəkillərimizi çıxardıb, çərçivələyib yenə bu şkafa qoyuruq və baxdıqca niyə daha çox səyahət eləməli olduğumuzu xatırlayırıq. Evdə oturub bir yerdə çay içməyə nəyəsə baxmaq üçün dəhşət çox darıxmışam. Kalendarlardan çıxan, deyəsən 9-cu və 10-cu çayları yoxlayırıq. Kofeli və kakaoludur, çox maraqlı. Elvininki də matchalıdır. Mənkinə həqiqətən də kofenin qoxusu gəlir. Birinci özümün dadına baxacağam. Həqiqətən də biraz kofe içirmişəm kimidir. Nə qəribə. Yüngüldür, yəni kofe qədər ağır deyil. Amma belə kofenin qoxusu və tamı hiss olunur. Elə bir kofe içirəm. Matchalı hər şeyi yoxlamışdım, çayı yoxlamamışam. Dadlı. Yəni matchanı sevməyən biri ola bilər bunu sevməsin. Dadlıdır, ikisi də çox qəşəng çaydır. O yüzden sağlam həyata da sürətli bir şəkildə geri dönüş elədiyimiz üçün evdə olanda. Amma yenə bir tətil ola bilər. Yenə kruasanlar yeyə bilərik. Nəysə. Bayaq mağazadan aldığım protein barı yoxlayırıq. Şokoladlı və karamelli. Nəsə video yaxşı göründü. Ona görə dedim yoxlayaq görək necə olacaq. Bu qədər paltarı neçə dəfəyə yudum, qurutdum, yadımda deyil. Amma hələ ütüləməmişəm. Çünki ütüləməyi biraz ərinirəm. Onu da birlikdə ütüləyərik. Amma neçə gün sonra əmin deyiləm. Daha sonra makyaj vasitələrimi və baxım vasitələrimi bir-bir yerinə yığdım ki, daha səliqəli olsun, gündəlikdə istifadə edeyim. Bu mini ətirlərdən 3-ünü qoymuşdum çantama. Təəssüf ki, birinin yolda necə olubsa qapağı açılıb, tökülüb bütün klokun içinə. Düzdür, heç nəyə batırmayıb, nə paltarlara bulaşmayıb. Bu kloklar çox yaxşıdır, onların içində qalıb. Amma inanın çantamdan o qədər gözəl ətir gəlir. Paltarlarımın hamısından baxmayaraq ki, heç paltarlarıma bulaşmamışdı. O qədər gözəl ətir gəlirdi ki, adam utanmasa elə hər səyahətə gedəndə bunun bir dənəsini boşaldar bütün çamadanla. Düzdür, hayf oldu ətirim, amma yenə də hər şey çox gözəl qoxurdu. İşlətmədiyim qalan testir məhsulları da yenidən gətirdim, qoydum yerinə ki, bu dekavlogda bir dənə də səyahətimiz olacaq. Növbət səyahəti yenə birlikdə yığarıq çantamızı. Bugün bütün işlərimi çatdıra bilmədim. Ona görə də yarımçıq saxladım. Eləyə bildiyimi elədim sadəcə və video çox qısa olduğu üçün düşündüm ki, sabaha da vloqlayım, 2 günü birlikdə paylaşım və beləliklə keçid edirik növbəti günə. İşləri biraz böldük. Makidə bir yerdə getmədik ki, mən evləri yığışdırım, evimdə alış-veriş eləsin, gəlsin. İndi xəbərim yoxdur, nə alıb, gəlin birlikdə baxaq. Belə tam taxıllı biyot çörək əla. Bundan qəşəng səhər yeməyi düzəldərik, avokadolu, yumurtalı. Belə bir şirniyyat alıb, dondurmaya oxşuyur. Bir dənə laktoz free kəsmi, laktoz free smetan, bir dənə laktoz free yağ. Evdə yağımız var idi, amma ev yox, sağ olsun, yağ da alıb. Göbələk, adi kəsmi, bir dənə çox böyük boy kerju, şirin kartof. Bunlardan kumpir düzəldirəm, çox ləzzətli olur həqiqətən. Bu axır vaxtlar yediyimiz sasikalar, bu da çox ləzzətli olur. Çox sağlam bir şeydir mi desəniz, xeyr. Amma Pik markası keyfiyyətli markadır. Xiyar
Bəli, Macaristanda xiyar, baxın, bu cür satılır. Pilosun südü, limon, pomidor. Bu çeri deyil, bu Macarların özünün nəsə xüsusi bir növ pomidordur. Ən çox işlətdiyimiz şeylərdən biri rəngli biber, böyük pomidorlar. Bunun da forması qəribədir, belə gül formasında. 2 dənə yulaf, 2 dənə belə balaca nar, bir dənə də nar çıxdı və qırmızı soğan. Və bu alış-verişimiz isə 60 manat tutub. Saat 2 işləyib. Yeməyimiz hazırdır. Biz səhər günorta birləşdiririk həmişə. Qəşəng bu çörəklərdə isitdim. Bayaq sizə göstərdiyim belə bio çörəyi idi. Üstünə avokado, çeri pomidor və s. və axır. Bu da tofu kəsmi. Çay olaraq da bu 8-ci qapıdan çay içəcəm. Əslində qara istirdim. Sonra gördüm bu darçınlıdır, bunu istədim. Cinnamon, moringa nədir, hansısa bitkidir yəqin ki, bir də zəncəfilli belə bir çaydır. Elə bu dəqiqə Instagramda Sinigurçkada bir dənə post gördük ki, yoldaşına narahat edici suallar verir. Mən də istəyirəm Elvinə verim o sualları. Maraqlı gəldi mənə. Sual 1. Heç nə vaxtsa istəmisənmi ki, mən bir günlük tamamilə yox olum? Bir günlük tamamilə yox. Bəzən tək qalmaqdan xoşum gəlir. Bir gün, yox, yarım gün. Məsələn, heç nə olmasın da, nəsə göz elə, özün üçün neysənsə elə. Yoxsa yox olun bir şey sözdür. Bileməyəcəm. Sual 2. Heç mənim nədəsə paxıllığımı çəkmirsən? Sənin disiplini və bəzən paxıllıq çəkirəm. Davamlılığı və davamlı nəsə məşğul olmağı. Çox disiplinliyəm. Bir şey istəyəndə həqiqətən də çox belə disiplinli şəkildə davamlı edirəm. Sual 3. Əgər sənin düşüncələrini oxuya bilsəydim, birinci nəyə işlərdim? Pul. Sual 4. Əgər mənasız şeylərə pul xərcləməyə başlasam, məni dayandırardın? İndiyə kimi dayandırmışam. Suallarımız bu qədər idi. Elvin bəyə təşəkkür edirik bu sorğuda iştirak etdiyi üçün. Bu sorğunu bəyəndinizmi? Bəyəndim, sən cavablarını bəyəndin. Çox bəyəndim. Afərin sənə. Yox olmağı biraz düşünə bilərik, onu müzakirə edəcəyik bu videonu bağlayandan sonra, amma nəysə. İkimiz də heç acmadığımız üçün axşam yemərində soyuducuda qalan şeyləri bitirmə yeməyidir bu. Nə varsa soyuducuda qalanlar bu toyuq ruletidir, ləvəngili olan çox ləzzətlidir. Buna yenə bişirəcəm. Avokadodur. Səhər tezdən mən avokadan birazını yeməmişdim. O qalıb. Şorba, kələm şorba mükəmməldir, bitir. Yenidən qoymaq lazımdır. Bu dəfə xiyar və sair də yoxlayacağam. Belə hər şeydən biraz. Bu ara biz baxırıq hansı seriala. Silo'nun sezonu gəldi, artıq onu bitirdik. Yeni sezon gözləyirik. İndi isə baxırıq Severance-a. Bu da çox maraqlı kinodur. Apple TV-də.